bu əsrin əvvəllərində, hələ Sovet hökuməti qurulmamışdan əvvəl yaxşılıq edən səxavətli insanlardan birini misal çəkəcəyəm. Bir neçə elədiyi əməllərdən də sizə deyəcəyəm. Bu da hamınızın tanıdığı Zeynalabdin Tağıyevdir. Görün bu adam nələr edir. Yüzlərlə yaxşı işlər, milyonlar xərcləyir. Kasıblar üçün, tələbələr üçün, məscidlər üçün, məktəblər üçün. Bunlardan bəzilərini sizə deyəcəyim. Demək, müəllif yazır ki, əsrin əvvəlində Zeynalabdin Tağıyevin toxuculuq fabriki işə düşmür. Burada fəhlələr üçün məscid fikir verin, toxuculuq fabrikində. Fəhlələr üçün məscid, onların uşaqları üçün xüsusi məktəb tikdirir. Və 2 növbədə dərs deməyə öz xərci ilə müxtəlif yerlərdən müəllimlər dəvət edir. Eyni vaxtda fəhlələrin savadlanması üçün axşam kursları, dərmanxana, indiki həbzəxana var və tibb məntəqəsi açır. Həm də dəyirman işdirir. Bu, bunun o ərazidə etdiyi yaxşılıqlar. Fəhlələr üçün məscid. Bunu göstərir ki, fəhlələr namaz qılan idi. Onların namaz qılmaq üçün yerə ehtiyacı var idi. Zeynalabdin Tağıyev də onlar üçün orada məscid tikdirdi. Həmçinin yenə müəllif yazır ki, Tağıyev xeyriyyə işlərinə çox pul xərcləyərdi. İstedadlı gəncləri Rusiya və Avropanın ali məktəblərinə göndərir, məktəb binaları tikdirir, ümid verən ziyalılara maddi yardım edərdi. Ziyalılara maddi yardım edərdi. Həmçinin Quranın tərcümə edilməsində də onun böyük rolu var. Quranın tərcüməsini etdirmək istədikdə mollalar etiraz edirlər ki, Quranı ərəbcə oxuyarlar. Kəlam ilahidir və heç kəsin haqqı yoxdur. Heç kəsə onun mənasını dərk edib çevirə bilməz. Qadağan edirlər. Və Tağıyev Mir Məhəmməd Kərimi Bağdada göndərir. Rəsmi sənədlər gətirir ki, Quranı tərcümə etmək olar. Bu da ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş Quran olur. Bunu da tərcümə edir Mir Məhəmməd Kərim özü. Və həmçinin bir dəfə təzə tədris üsulunun banilərindən biri Sultan Məcid Qənizadə deyir ki, 3-cü Aleksandr taxta çıxıb o vaxt tacgüzarlıq belə bir mərasim olurdu. Tacgüzarlıq etdikdə Zaqafqaziya müsəlmanları tərəfindən Zeynalabdin Tağıyevi Peterburqa nümayəndə göndərirlər. Mərasim zamanı Nazirlər Soveti sədri çarın sağ tərəfində dayanıb, gələnləri bir-bir çara təqdim edir. Və Zeynalabdin Tağıyev müsəlman libasında, əynində arxalıq, üstündə çuxa, ayağında şirazi çarıq, əlində dəsmal, duz çörək çara yaxınlaşanda həmin Nazirlər Sovetinin sədri elə güman edir ki, Tağıyev rus dilini bilmir, başa düşmür. Və çara deyir ki, Vaşe Величество, это представитель дикого народа. O vəhşi xalqın nümayəndəsidir. Tağıyev başa düşür bunu və cavabında deyir ki, мы не дикие, мой народ не дикий, он имеет богатую, многовековую свою историю. Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil və o çox əsrli, zəngin tarixə malikdir. Sonra Şollar suyu, bunu da Zeynalabdin Tağıyev çəkdirir. 1899-cu ildə şəhərdə suya olan o tələbin daha da artdığını görüb, Zeynalabdin Tağıyev xarici şirkətlə 25 manata müqavilə bağlayır. Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş mühəndis William Lindley
Frankfurt Main'dan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Bələdiyyə idarəsinə isə deyir ki, su tapılandan sonra pulumu verərsiniz, yaxşı, verməzsiniz də ev yoxdur. Lindsey Qubanın yaxınlığında Bakıdan 190 km uzaqda quyu qazdırıb, şollar suyunun mənbəyini kəşf edir. Bələdiyyə idarəsində Quba ətrafında tapılmış su mənbəyini şübhə ilə baxır. İnanmırlar, kəmər çəkməyi rədd etməyə çalışırlar. Tağıyev şübhə edənlərə deyir ki, Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi, şollar çeşməsinin suyu da əbədidir. Yəni, bu onun fikri olur. Doğma şəhərin cəmaatının sudan olan ehtiyacını ödəmək üçün pul və zəhmət əsirgəməyəcək. Diqqətlə bir də bunu deyirəm ki, doğma şəhərin cəmaatının sudan olan ehtiyacını ödəmək üçün pul və zəhmət əsirgəməyəcək. Sonra yenə günlərin bir günü bir neçə adam küçədə hadiyə rast gəlirlər. Və onlardan soruşur, deyir, nə var, nə yox? Deyirlər ki, hadi, neçə gündür şəhərdə bir dənə də olsun təzə balıq tapılmır. Kömək eləyin. Hadi deyir ki, arxayın olun. Bu günlərdə şəhərə balıq gətirərlər. Sabahı günü faytona minib gedir vətəgərlərindən birinə, balıq tutanların yanına. Balıqçılar adını görəndə əl-ayağa düşür, torlarını yığır, canla başla çalışırlar, balıq tuturlar. Hacı təzə tutulmuş, çapalayan bir balığı gətizdirir, parmağındakı brilyant üzüyü çıxardır, məhdillə balığın quyruğuna bənd etdirib, dənizə buraxdırır. Bu xəbər bütün vətəgərlərə yayılır, bütün balıqçılara yayılır. Balıqçılar quyruğunda brilyant üzüyü olan balığı tutmağa cəhd edirlər. Və 2 gündən sonra şəhər bazarlarına o qədər şamayl, kütün, som, salan, çapaq, leş, asidrin, sivriuqa, qızıl ağ balıq gətirirlər ki, tərpənmək olmur. Subhanallah. Və bu adam pula güvənib, yolundan azmamaq üçün mənnalıq etdiyi baltanı mənna olur. İmarətindəki 2 otaq seyflərindən birinin divardakı qapısından içəri girən qapı ilə üzbəyüz asır. Asır ki, hər asanda onu görsün və günlərini yadından çıxartmasın. O kasıb günlərini yadından çıxartmasın. İndi də elə qardaşlar var ki, vaxtı ilə kasıb olub, indi varlanır. O demək deyil ki, o günlərini yadından çıxarasan. Allah ani bir vaxtda səni həmin günə qaytara bilər və həmin vaxt necə edinsə, indi də elə olmalısan, bu var dövlət gərək sənin əxlaqında dəyişiklik etməsin. Və nəhayət, Zeynalabdin Tağıyev və onun kimi neçə milyonsular, varlılar Azərbaycan üçün nələr etmişdilərsə, qeyri-müsəlmanlar bundan çox yanırdılar. Və günlərin bir günü ermənilərin katolikosu Bakıya gəlir, bir neçə gün qalır. Gedəndə şəhər barədə təəssüratını xəbər alırlar. Soruşurlar ki, nə gördün? Oradakı vəziyyət necədir? O kədərlə, təəssüflə deyir ki, bir put dərdlə gəlmişdim, 1000 putla da gedirəm. Mən elə bilirdim ki, Bakı da Tiflisdəki erməni şəhəridir. Hər şey bizimdir. Amma yox, baxın, müsəlmanlarındır. Bu dərd məni öldürəcək. Baxın, subhanallah, hələ o vaxtdan belə fikirlər, belə şeylər qeyri-müsəlmanların başında müsəlmanlara qarşı fırlanır.